Bismillah. Bürclərin 30 dekabr üçün ən düz pul proqnozu. Qoç, gözlənilməz qazanc və ya borcun geri qaytarılması mümkündür. Riskli xərclərdən uzaq durun. Boğa, pul axını sabitləşir. Əlinizə keçən məbləği düzgün idarə etsəz, yeni ilə rahat girəcəksiniz. Əkizlər, kiçik amma sevindirici qazanc görünür. Ticarət və alış-verişdə diqqətli olun. Xərçəng, pul gəlir, amma eyni anda xərclər də arta bilər. Ailə ilə bağlı maliyyə mövzusu gündəmə gələ bilər. Şir, pul baxımından şanslı gündür. Bonus, hədiyyə və ya əlavə gəlir ehtimalı yüksəkdir. Qız, planlı davransanız maddi rahatlıq əldə edəcəksiniz. Kiçik investisiya uğurlu ola bilər. Tərəzi, gecikmiş ödəniş və ya söz verilmiş pul gələ bilər. Borc vermək üçün uyğun gün deyil. Əqrəb, pul enerjisi güclüdür. Gözləmədiyiniz mənbədən gəlir əldə edə bilərsiniz. Oxatan, səfər və əyləncə xərcləri arta bilər. Qazanc var, amma balans qorumaq lazımdır. Oğlaq, karyera ilə bağlı pul artımı mümkündür. Zəhmətinizin qarşılığını alırsınız. Dolça, pul mövzusu sürprizlidir. Şans oyunları və ya əlavə işdən qazanc ola bilər. Balıq, pul məsələsində intuisiya sizi doğru yönləndirəcək. Lazımsız xərclərdən qaçın.